Salam gözəl insanlar. Yenidən biz sizin qarşınızdayıq. Okean Su Filtrlərinin baş sponsorluğu ilə gəlmişik sizlə həm söhbət olaq. Salam ay Orxan. Aleyküm salam. Mən də hamınızı salamlayıram. No Filtrin 8-ci buraxılışındayıq artıq. Maşallah uzun ömürlü olub verilişimiz. Buna uzun ömürlü demək olar da. Bəli, uzun ömürlü demək olar. Qələmim oradadır, bir də onu götürüm. Hə, götür gəl. Mən hər birinizi salamlayıram. Hər bölümdə yeni izləyicilər qoşulur bizə. Hiss edirəm onu, şərhlərdən görürəm ki, yeni izləyicilərimiz olur. İzləyənlərə, bəyənənlərə, paylaşanlara, şərh yazanlara hər birinizə dərin təşəkkürümüzü bildiririk. Bütün platformalarda. Bütün platformalarda fərq eləmir. Bütün sosial platformalarda kim bizi izləyirsə hər birinə təşəkkür edirik. Və Okean Su Filtrlərinə təşəkkür edirik ki, bizim verilişin belə uzun ömürlü olmasının əsas səbəbkarı Okean Su Filtrləridir. Çox sağ olsun. Bugünkü mövzumuz adətən belə bir şey eşitdik ki, kənd həyatı, şəhər həyatı. Gedib kətdə qalardıq, şəhərdə filan şey var. İstəyirik bu günləri Orxanla bu şeyi müzakirə eləyək. Kənd həyatı ilə şəhər həyatının fərqi. Deyək ki, bunun bir-birinə, hansının nədə üstünlüyü var bir-birinə. Siz də bizlə müzakirə edə bilərsiniz, yəni şərhdə yaza bilərsiniz. Necə ki, yazırsınız o. BMW Mercedes söhbətinə görə bizi öldürürdünüz. Görək burada nə deyəcəksiniz. Və bu mövzu bütün uşaqların travmasıdır. Həm şəhər uşaqlarının, həm kənd uşaqlarının travmasıdır. Niyə? Şəhər uşaqları kəndə gələndə birinci sual o idi ki, Bakı yaxşıdır bura. Kənd uşaqları da şəhərə gələndə deyirlər, kənd yaxşıdır bura. Bu sualı niyəsə bizə verirdilər. Bütün uşaqların, yəni bizim kateqoriya, indi bilmirəm, var o şey yoxdur. Amma bizim yaş kateqoriyasının uşaqların hamısının travmasıdır bu. Hamıya bu sualı verirdilər. İndiki adamlar üçün də məsələn, mən nəyə rastlayıram? Mən Lənkəranda da şəhərin mərkəzdə böyümüşəm. Parkda böyümüşəm. Gəldim Bakıda da şəhərdə yaşadım. Şəhərdə yaşayanlar üçün kənd daha maraqlıdır. Adam kənddə yaşayır. Onda sən bu mövzuda məndən daha kənddə yaşayanlar da deyir ki, gül kef edirsiniz şəhərdə, adam orada yaşayır. Amma məsələn kənd həyatı necə ləzzət edir? Onda deməli mən daha çox kənd həyatı yaşamışam səndən. Sən Lənkəranda da şəhərin mərkəzində görməmisən, bizim ev vardı. Görmüşəm. Yəni orada şəhər mərkəzində böyümüsən. Amma mən sırf kənddə böyümüşəm də. Yəni amma sizin kənddə yəni şəhərdən kənar sayılmır da. Şamaxıya girdin, döndün sizin evdə. Yox, kənar sayılmır. Amma mənim doğulub böyüdüyüm yer sadəcə məhəllə, kənd məhəllə. Sırf kənd idi də. Məsələn, mən palçıq görmüşəm. Məsələn, bizdə yağışda məhəllələr palçıq olurdu. Biz məktəbə gedəndə məsələn ayaqqabımız o qədər palçıq olurdu. Məktəbə çatanda məktəbin həyətində ayaqqabımızın palçığını təmizləyirdik, yuyurduq, sonra girirdik məktəbə. Yəni bu palçıq var. O palçığın özü bir xoşbəxtlik idi. Ya onun özü bir böyük bir şey idi bizim üçün. İndi məsələn o şey deyəndə biz bir-birimizə zarafatla deyirik ki, sən asfaltda böyümüsən. Yəni sən palçıq görmüşsən. Asfaltda böyümüşəm. Sən asfaltda böyümüsən, mən palçıqda böyümüşəm. Mən daha çox kənd həyatı yaşamışam, mən daha çox kəndçiyəm. Əslində hər ikisi yaxşıdır. Şərtlərə görə dəyişir də. Məsələn, elə şey var ki, o kənddə daha yaxşıdır. Elə şey var ki, o şəhərdə daha yaxşıdır. Daha asandır. Kənddəkilərin imtiyazı şəhərdəkindən çoxdur. Bax, yağın yaxşısını yeyirlər, balın yaxşısını yeyirlər. Yəni, onun təbii özləri əldə edə bilirlər. Bizim kimi gedib marketdən almırlar. Ya, mənim üçün vallahi, yəni, kənddə yaşamaq çox belə nağılvari gəlir və həmişə də onu istəyirəm. Nə vaxtsa buna nail olacam, yəni. Bax, bu tam olaraq belə deyil. Niyə belə deyil? Hər kənddə yaşayan insan öz həyətində meyvə-tərəvəz əkib becərmir. Hər şəhərdə yaşayan da gedib mağazadan almır. Mən şəhərdə yaşayan adam görmüşəm ki, bağında xüsusi yeri ayırıb həyətində. Məsələn, üçün-üçə bir balaca bir həyəti var. Orada yer ayırıb özü üçün pomidor xiyar əkir. Onun ona həvəsi var da. Mənim də ona həvəsim var da, iş orasındadır. Mən həyat başqa yerlərə gətirib çıxardım. Mən əməlli başlı bildin, həyat belləyib, oturub onun çıxmağını gözləyəcək adam. Kənd şəhər həyatının fərqi tək şeydə deyil də. Yəni, o təbii məhsullarda deyil, o əkib becərmədə deyil də. Məsələn, elə şeylər var ki, kənddə çətindir, şəhərdə o asandır da. Məsələn, nəqliyyat vasitələri. Elə şey var ki, elə kənd var ki, məsələn, orada avtobus yoxdur.
Orada məsələn avtobusa minmək üçün nə qədər yolu piyada getməlisən. Ya da indi kimsə qonşu keçərsə, bir maşın keçər oradan səni götürər, aparar o avtobus xəttinə düşürdər. Məsələn Bakıda bu çox rahatdır da, şəhər yerlərində tək Bakıdan getmir söhbət. Yəni şəhər yerlərində bu çox rahatdır. Evdən çıxdın, atdın, mindin avtobusa getdin və yaxud taksilər var, mindin taksiyə getdin. Elə kəndlər var ki, orada taksi belə tapa bilmərsən də. Yəni orada taksi tapmaq üçün də xeyli məsafə qət etməlisən. Kənddə xınalıq var məsələn Qubada, yəni orada xınalıqda qışda əlaqə itir. Ümumiyyətlə o qədər qar olur ki, əlaqə itir. Mən bax üzr istəyirəm. 2012-ci ildə, bilmirəm 2011-ci ildə Yardımlıda Daşkənd deyilən bir kənd var. Mən ora toya getmişdim. Biz getdik ora Yardımlıya çatdıq. Qardaş dedi ki, gəlin ora çatın, mənə xəbər eləyin, mən özüm sizi qarşılayacağam. Bu normal olaraq belədir, hara gedirsənsə səni qarşılayırlar da. Mən belə qarşılama düşündüm. Gördüm ki, biz çatdıq ora xəbər elədik, qardaş gəldi Willislə. Willis maşından. Dedim, sizin maşın qalacaq burada, biz bununla gedəcəyik. Dedim, niyə bəs maşın? Dedi, qardaş, bizim getdiyimiz kəndə sizin maşınımız getmir. Willisə mindik, gedirik indi. Doğrudan da daş kənd. 100%. Hər yer daşdır. Elə yerlərlə gedirik ki, yəni orada xam şofer olsa, sürücü xam oldu, bir dənə büdrədi, dərədən aşağı getdik də. Belə bir yerlər var. Yəni mən kəndin çətinliyin ona görə deyirəm ki, bəzi şeylərdə məsələn kənddə çətinlik yaranır. O da məsələn o şəraiti görməyən üçün çətindir. Amma o şəraiti hər gün yaşayan o adam üçün, sən məsələn oradakı narahat olmasana düşər. Sürən heç narahat deyil. Heç narahat deyil. O şəraitdə olan insan üçün o bizim qədər məsələn bizim deyəndə yəni o şəraiti görməyən adam üçün çox çətin olur. Astaranın Əsxənəkaran kəndində toyda olmuşam. Astaranın Əsxənəkaran kəndi, bəli düzdürəm. 2017-ci ildə. Eyni qaydada. Süzəddin də bizlə idi. Getdik, bizim maşını saxladılar ki, sizin maşın bura kimdir? Bizi gəldi bir dənə Niva idi ya Willis idi, 2 maşın idi. Gəldi, bizi apardı, qaldırdı ora. Dedilər ki, toy bu kənddə deyil əslində. Toy yuxarı kənddədir. O kəndə ümumiyyətlə qalxmaq olmur. Ona görə o kəndin əhalisi düşür aşağıda toy eləyir. Biz eləncə bir kənd aşağıdaydı. Yəni əslində toy bir kənd yuxarıdaydı. Ora qalxmaq olmurdu deyə bir kənd aşağıda Əsxənəkaranda toy elədilər. Hə, yəni amma necə nağıl kimi yerlərdir. Amma bir dənə bir şey oxumuşdum. Fraza. Deyir, kəndi Allah yaradıb, şəhəri insan. Bir də Elşən Mehdi var, çox gözəl şairdir, gəncdir, amma ustad adına layiqdir. Onun bir dənə şeiri var. Deyir, babalar ölməsəydi, evlər aynəbənd idi. Təbiətə dəyməsək, dünya yekə kənd idi. Necə gözəldir. Yəni, dünya böyük bir dənə kənd idi. Biz ondan şəhər düzəltdik. Biz uşaq vaxtı elə bilirdik ki, o gözəl şeylər zaman alır da, yəni o gözəl şeyləri əldə eləmək zaman alır. Böyüyəndən sonra gördük ki, zaman gözəl şeyləri səndən alır. Ay canım, sən. Yəni bu məsələn mən kənddə böyümüşəm. Biz həyətdə toyuq saxlayırdıq. Bizim həyətdə meyvə ağaclarımız var idi. Bizim həyətdə belə bir basen var idi, balaca. Biz onun içində balıq saxlayırdıq. Gedirdik çaydan, bizdə Pirsaat çayı deyən bir çay var, Şamaxı ilə bizim kəndin arasında. Biz o çaydan gedirdik, balıq tuturduq, gətirib atırdıq bizdəki həyətdəki baseniyə və orada çoxalırdı onlar. Bu balıq da kürü verəndə nə bilim 50-dən 100-dən bala verir də belə, orada çoxalırdı. Sonra bizim həyətdə dərin bir quyu var idi. Biz yayda qarpızı zadı alanda o quyuya sallayırdıq, orada soyuyurdu. Quyunun suyu buz kimi olurdu. Ora sallayırdıq, orada soyuq olurdu. Bizdə də elə. Yəni bu kənd həyatının çox gözəllikləri olur. Kənd olmasaydı bir sən nə olmazdı? Ədəbiyyat olmazdı. Bax soruş necə? Bütün şairlər kənddən çıxır deyə bir şey yox. Amma insana ilham gətirən poeziyanı, məsələn, dağa baxılıb dağdan, meşədən, dərədən, dənizdən, çaydan milyonlarla şeir var, fərqli-fərqli dillərdə. Heç görmüsən ki, mən neçə dənə biz şəhərdə binaya yazılmış şeir görə bilərik. Yəni bizim şəhərdən çıxan şairimiz belə kənd mənzərəsindən ilhamlanıb şeir yazıb. Əhməd Cəmil olub, 1921-ci ildə müharibə şeiri yazıb və mən öz şəxsi fikrimi olaraq iddia edirəm ki, Azərbaycanda yazılmış ən gözəl heca şeiridir Azərbaycan ədəbiyyatında. Can nənə bir nağıldadır, ömrüm günüm yad daha, hamısını indi desəm nağıl qalmaz sabaha. Hökmən oxuyun, yəni möhtəşəm şeirdir, müharibə şeiridir, müharibəyə aid bir dənə cümlə işlətmir, amma yəni necə müharibəni və darıxmağı verir. O şeiri oxuyanda adamın gözünün qabağına
qar yağan ev, kənd həyatı, nənə, nənə düzür düyünçəyə iynəsini, sapını, külək yerdən taqqıldadır pəncərəni, qapını. O qədər kəndi verir. Yəni fikirləşirəm ki, kənd olmasa ədəbiyyat da yoxa çıxar, poeziya da yoxa çıxar. Yəni Mən bir dənə söz oxumuşdum, deyir, mənzərə nə qədər gözəl olur olsun, əgər sənə acı verirsə, pəncərəni bağlayırsan. istifade. Çünki baxırsan da məsələn o pəncərədən gördüyün mənzərə səni acı xatirələrə aparırsa, incidirsə səni, bağlayıb çəkilirsən ki, baxmıram mən o mənzərəyə də. Şəhərin də öz gözəllikləri var. Məsələn, kəndin də öz gözəllikləri var. Şəhərdə doğulub böyüyüb yaşayan adam Karyera qurmaq üçün yaxşıdır şəhər. gedib kənddə yaşaya bilmir. Məsələn, kənddə doğulub böyüyən adamlar var ki, gəlir indi bizim qohumlarımız var da, rayonda, kənddə yaşayan qohumlarımız var. Məsələn, gəlir 2 gündən artıq qala bilmir. Deyir, yox, mən burada ürəyim sıxılır, Bakıda mən qala bilmirəm. Onun orada disiplin, öz həyatı var da. O gəlir burada maşın səsləri, öz maşın səsləri, siqnallar onu şey edir. O bir dənə probkaya düşəndə ki, deyir ki, bu 1 kilometrlik yolu biz 40 dəqiqəyə getdik. Ona absurd gəlir. Çünki o 1 kilometrlik yol 4 dəqiqəyə gedir, 3 dəqiqəyə gedir. Mən bir şeyə fikir vermişəm. O 1 kilometr yol dedin, yadıma düşdü. Deməli, biz uşaq vaxtı bizim evlə məktəbin arası yox idisə 2 kilometr, 3 kilometr məsafə idi. Bizim öz evimizdən məktəbimizin arası. Biz hər gün o məktəbə piyada gedib gəlirdik və heç hiss eləmirdik. Belə ki, biz məsələn 2 kilometr yol getdik, gəldik. Bu çətinliyi hiss eləmirdik. Mən indi Bakıda 2 kilometr yolu taksi ilə gedirəm. Mən piyada gedə bilmirəm o məsafəni. Normal da. Sən 200 min getmiş maşınla 0 maşın necə bir eləyə bilərsən? Amma 0 olmusan da rahat. Çətindir. O tərəfini demirəm. Nəfəsim çatmır, yoruluram məsələsini demirəm. Səbir. Məsafət böyüyüb gözümdə. Səbirsizlənmirsən axı. Sən əvvəl, bunun nə var? Bunun bəsitdir cavabı. Sən sadəcə özü yormamısan bunun cavabını tapmaq üçün. Uşaqsan. Həyatında bir dənə məqsəd, yəni uşağıq, həyatımızda bir dənə məqsəd nədir? Məktəbə getmək, dərsimizi oxuyub evə qayıtmaq. Başqa heç sən indi beynində 1000 dənə fikir var. Nə bilim, filan şey aldıq, onu verdik, filan çəkilişə getdik, filan şey elədik. 1000 dənə fikir var. Bir də deyirsən mən buranı ayaqla gedim, getməyəcəksən. Və məsafə çox böyüyüb. Həm də maşın sürəndən sonra o elə olur. Mən uşaq vaxtı piyada getdiyim yeri, bax indi mən kəndimizə gedək. Mən sənə deyim ki, mən burdan buranı piyada gedib gəlmişəm. Amma indi mən o yolu gedə bilmərəm ki, gözümdə böyüyürdürəm ki, mən buranı necə piyada gedib gəlmişəm. Yox, mənim üçün mən hələ də gedə bilirəm piyada. Lənkəranda piyada getdiyim yerlərə hələ də piyada gedə bilirəm. Oyunları yenə getdim, nənəmgilə getdim. Düz nənəmgil də şəhərdədir. Ayaqla 15 dəqiqədə. Mənim üçün çox getdim, gəldim. Uzun gəlir. Yəni məktəbdən danışdım, məktəb şeirim yadıma düşdü. Mənim bir məktəb şeirim var. O vaxtı təzə şeir yazmağa başlayanda yazmışdım bu şeiri. Yazmışam ki, götürüb əlimə qələmlə pozan məktəbə gedirdim, hər şey gözəldir. Məktəbdə A hərfin lövhəyə yazan, indi əlifbadan şeir düzəldir. Bütün dərs şəklini önümə qoyurdum. Bu uşaq dəlidir, çoxu deyirdi. Mən sənin haqqında şeir oxuyurdum, müəllim dərsi oxu deyirdi. Dərsdə də əlimə qələm alırdım. İndi də əlimə qələm alıram. Sən varkən dərsimdən geri qalırdım. Sən yoxsan hər şeydən geri qalıram. Həvəslə ədəbiyyat dərsini izləyən, ədəblə həyatın dərsini izləyir. Bir vaxtı tənəffüs zəngi gözləyən, böyüyüb telefon zəngi gözləyir. Tənəffüs zəngini vuran uşağam. Hər şeyi ürəyimə vurmuşam indi. Qapıda növbətçi duran uşağam. Qapında növbətçi durmuşam indi. Əlivə yazaraq ovcuğu sıxıb, məktəbdə nömrəmi əzbərləmişdin. Nömrən də telefonun yadından çıxıb, son dəfə son zəngdə zəng eləmişdin. Mən belə gözəl. Burada ikinci gözəl tərəfi bilsən nədir? Bir də bunu yadında saxlamağın, yəni heyrət. Mən yadımda saxlaya bilmirəm. Sevirəm bu şeirimi. Ona birinci bəndin çox yaxşıdır. Bütün yəni ümumiyyətlə şeir yaxşıdır. Birinci bənd lap yaxşıdır da. Əlifbadan şeir düzəldir, yaxşıdır. Musa Yaqubun onu deyəcəydim bayaqları araya şeir dedin, yenə yadıma düşdü. Təbiət olmasaydı, kənd olmasaydı, Musa Yaqub kimi şairimiz olmayacaqdı. Musa Yaqubun bəlkə 10 şeirindən 7-si, 8-i insana xitabən olsa belə təbiət üzərindən yazdım. Davamlı şəkildə ağaclardan, yarpaqlardan, deyir həsrətim üstündə ey həyat quran, evin zəlzələdən titrəyirmi heç. Bir dənə də onun payız şeiri var. İndi onun 2 dənə bəndi var, buraya yazmışam. Onu göstərəcəm sənə. Gör necə orada gəlir həsrətə keçir payız şeiri.
Deyir payızın hökmü ilə əsdi bir külək, bir yaşıl səltənət çovğuna düşdü. Ağaclar bir yaşda qocaldı demək, bir yarpaq nəsli də qırğına düşdü. Çox yarpaq tökümü görüb yerimiz, soraq tutmaq olmur cığırdan izdən. Torpaq altındakı əzizlərimiz, yenə də bir yarpaq gen düşdü bizdən. Məsələn, payızdan danışırdı, bir də elə bir dünyadan köçmüşlərinə həsrətin yenə gətirdi oraya. Musa Yaqub çox böyük şair olub. Allah rəhmət eləsin. Olmasaydı çox şey olmazdı. Təbii ki, bu dəqiqə bizim Dostoyevskini təsəvvür edə bilərsən ki, hündür mərtəbəli binada yaşayır. Dostoyevskiyə bax kənd, Tolstoy kənd, Pushkin biraz şey olur ya. Bizim ümumiyyətlə bir çox məhsullarımız rayonlardan, kəndlərdən gəlirdi. Məsələn, meyvələr, tərəvəzlər, bunlar hamısı kənd yerlərində, rayonlarda. Mən yaradıcı tərəfləri. Yaradıcı tərəfləri təbii ki, kənd daha çox mənzərəlidir. Rayon daha çox mənzərəlidir. Axı şəhərdə bizim gördüklərimiz hündür mərtəbəli göydələnlərdir. Mən bu göydələnə baxım, necə şeir yazım. İnsan, ben deyirəm də, insan hissi yarada bilmir. Və təbiətə baxırsan, səndə hissi yaranır. Amma məsələn çıxıb ən gözəl, ən bahalı parklara, yerlərə döşənmiş mərmərlərə baxarsan hissi yaranmaz. Amma Allahın yaratdığı adi bir dənə naxış, o da Pünhan bəndi yadıma düşdü. Quran haqqı bax yadıma düşdü. Deyir ki, bir fırtına səyyahlara qəlbən həyəcan zəngi, var sanki təbiətdə həzin musiqi ahəngi. Allah yaradan adicə bir mənzərənin rəngi, zövqlə yaşayan kəsləri rəssamlara döndərdi. Pünhan Əzimlinin bədahətən dediyi bənddir. Sonra da deyirsiniz ki, meyxana sənətdir. Şəhriyar Günəşlinin Baba Qədirlinin toyunda dediyi bənd mənim çox xoşuma gəlmişdi. Qafiyə belə idi ki, cavan yaşda baba da olursan. Şəhriyar deyir ki, qismətə bax, şəhərdə doğulub, gedib şəhid Şuşada olursan. Qismətə bax, şəhərdə doğulub, gedib şəhid Şuşada olursan. Sağ ol. Şəhid Şuşada olursan. Yəni vətən fərqi yoxdur da, yəni kənd, şəhər fərqi yoxdur, harası olur olsun, vətən sənindir. Sən Bakıda da doğulsan, gedib Şuşada döyüşə bilirsən, Qarabağda döyüşə bilirsən. Yəni vətən hamımızsın, vətənin hər yeri bizim üçün doğmadır. İstəyirəm yavaş-yavaş verilişimizi yekunlaşdıraq. Ümid edirəm ki, bu verilişimizdə xoşunuza gəldi, bəyəndiniz. Faydalı ola biləcəyimiz, maraqlı gələ, faydalı olmasaq da ən azından maraqlı gələn söhbətlər eləyə bildik sizi ilə. İzlədiyiniz üçün təşəkkür edirik. Bilmirəm, bir 15 dəqiqə, 20 dəqiqə çəkir bizim bu verilişimiz. Əliyağa sağ olsun, dayanmadan bildirir. 20 dəqiqəsini ayırıb bizə baxırsa, onlara doğrudan təşəkkür edirəm ki, yəni siz ömrünüzdən 20 dəqiqə ayırıb bizi izləyirsiniz. Bu bizim üçün çox böyük bir şeydir. Bəli, mən də Orxan qardaşıma qatılıram. Faydalılıq məsələsində İnsanlıq ola bilər ki, istəyərik fayda verək, verə bilmərik. Ən azından ziyan verməməyə çalışırıq və mən inanıram ki, biz ziyan vermədən iş görürük. Bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Dünyada zamandan önəmli heç nə yoxdur. Ona görə o zamanı bizə ayırdığınız üçün sizin hər birinizə minnətdaram. Okyan su filtrlərinə də minnətdaram. Bəli, sonda onu demək istəyirəm ki, bəzən balıq intihar eləyir, özün asır. Balıqçı elə bilir ki, o tutub onu. Təbəxə sağ ol.